صل على محمد. أعوذ بالله من الشيطان الرجيم. بسم الله الرحمن الرحيم. اللهم كل وليك الحجة بن الحسن. إن شاء الله همومات صلواتك عليه وعلى آله في هذه الصلاة في كل صلاة وليا وحافظا وقائدا وناصرا ودليلا وعينا حتى تسكنه أرضك وتمتعه فيها طويلا. صلوات اللهم صل على محمد وآل محمد. أعوذ بالله من الشيطان الرجيم. بسم الله الرحمن الرحيم. إنا أعطيناك الكوثر صل لربك وانحر إن شانئك هو الأبتر. Sadaqallahul aliyyil azim. Evvela hamınızı tebrik ederim. Görün yorulmuşsunuz, çok yorulmuşsunuz. Bu ehval ruhiye bayram ehval ruhiyesi değil. Bayram için bir tane güzel Muhammed Ali Muhammed'e ucalı salavat değil. Allahümme salli ala Muhammed ve ali Muhammed. Bak bu biraz okşadı şükür elhamdülillah. Bir de Hazreti Fatıma aleyhisselamın mukaddes ruh hakkına Muhammed ve Ali Muhammed'e hatır bundan da ucalı bir salavat değil. Allahümme salli ala Muhammed ve ali Muhammed. Biz evvelde dua okudu. İmam Zaman Ağa'yı davet ededik. İmam Zaman Ağa gelip oturup bizim mecliste. Böyle bir Fatıma meclisi olsun, Hazreti Fatıma'nın meclisi olsun, İmam Zaman Ağa orada iştirak eləməsin mümkün değil. Həmçinin biz çağırandan sonra mütləq burada olacaq. Yəni bizim içimizdədir. Mən sizi yormaq istəmirəm, təbrik edirəm sizi hamınızı. İstəyirəm ki sizdə əhval-ruhiyyə olsun. O əhval-ruhiyyə ki İmam Zaman Ağa istəyər, o əhval-ruhiyyə ki İmam Zaman Ağa sevilər bizim üçün. Hazreti Fatıma aleyhisselam, siz bilirsiniz, 11 tane imamın anasıdır. Hamı bunu bilir ki bizim hamımızın anası var, düzdür. Hamımız, eğer kim bizim anamıza hürmet eləyər, kim bizim anamızı sever, biz de onu severiz. Eğer biz bugünleri Hazreti Fatıma'nı sevsək, Hazreti Fatıma'nın mevludunu bizim dildə desə, ad gününü gözəl qeyd eləsək, İmam Zaman Ağa da sevilər, İmam Zaman Ağa bizə dua edir. Bu məclisdən heç kim əli boş qayıtmaz inşallah. Çünki İmam Zaman Ağa siz üçün dua edir. Nə istəyiniz varsa bu gecə istəyin. Allah'a and verin Hazreti Fatıma aleyhisselama. Allah'a and verin İmam Zaman Ağa'ya. Ki nə hacatınız var, hacatı sizi Allah Teala geri qaytarmaz inşallah. Ağa buyurdu, görürsünüz. Hatta Hazreti Fatıma aleyhisselamın yani ana bəxtinə gəlməmişdən qabaq görürsə Allah Teala xüsusi bunu Peyğəmbərdən xüsusi bir şey istədi. Nə istədi? Dedi ki, xüsusi sən ibadətini xüsusi ilə 40 gün. 40 gün xüsusi ibadət buna lazımdır. Hazreti Fatıma'nın o kadar dərəcəsi yüksəkdir. Ağa danışdı, gördünüz, diqqət elədinizsə, əgər Asiya xanımla danışdı, görürsünüz, nə qədər bu insan o kadar Allah'ın yanında ucalıb, öz məhəbbəti ilə, Allah məhəbbəti ilə, öz əməlləri ilə o kadar ucalıb ki, Allah Teala onun sözlərini Qur'an-ı Kərimə daxil edir. Amma başqa bir tərəfdən də deyir ki, Seyyidədir Nisa'l Aləmin, aləmlərin, bütün aləmlərin xanımı Hazreti Fatıma. Görün onun məqamı nə qədərdir. Əgər Hazreti Asiya'nın bir dənə
kəlməsi, bir dənə cümləsi deyək ki, Qur'an-ı Kərimə daxil olub, Həzrəti Fatimə külli Qur'andır. Onun təfsiridir. Onun əməlləri bütün Qur'ana təfsirdir. Onun o əməllər ki, Həzrəti Fatimə əleyhissalam edib, təfsir edib. Həzrəti Fatimə əleyhissalam nə edirdi? Göndərirdi Həsənsini deyirdi, gedin, Peyğəmbərə xulasın, məsciddə. Gəlin mənim üçün danışın. Onlar da gedirdilər, kiçik uşaqlar da gedirdi Peyğəmbərə xulasırdı, gəldi analarına danışırdı. Və analarına danışanda anaları onlar üçün təfsir edirdi bunlar hamısı. Tərbiyə edirdi. Nə ilə əməllə onu təfsir edirdi. Əməllə tərbiyə edirdi, nəinki sözlə. Yəni biz gəlir çıxırıq məsəl üçün bura, biz sözlə təfsir edə bilərik Qur'anı. Amma əməl üçün İmam Hüseyin lazımdır, əməl üçün Həzrəti Əli lazımdır, əməl üçün Peyğəmbər lazımdır. Biz əməl edə bilmirik, heç olmasa çalışmırıq. Əgər biz çalışsaq, Allah Teala Qur'an-ı Kərimdə deyir, siz addım atın mənə, bir addım atın, mən sizə 7 addım atım, 70 addım atım, 100 addım atım. Hər hədisdə müxtəlifdir. Biz Allah'a tərəf addım atsaq, yəni bizim qəlbimizdən keçsə bir, Allah Teala bizə addım atır. Və istəsək, çalışsaq ki, o əməl eləyək, Allah Teala daha çox addım atacaq bizə tərəf. O əməli eləyəndən sonra Allah Teala daha yaxın olacaq. Amma biz Allah'ı uzaqlaşdırırıq özümüzdən, əməllərimizlə, yəni müqabil əməllərlə. Yəni ixtilafi əməllərlə, o əməlləri ki Allah Teala deyir eləməyin. Qur'an-ı Kərimdə səhv eləmirsə, ağalar yaxşı bilər, üzr istəyirəm, inşallah belə bir ayəyə rast gəldim, yadımda deyil. Fəqət tərcüməsi yadımdadır ki, bütün dünyada olan, yeryüzündə olan bütün heyvanlar olsun, bitkilər olsun, hər bir şey öz xüsusiyyətini əməl edir, fəqət insandan başqa. Ayə yadımda deyil, ağa bilərdi inşallah, üzr istəm. Yəni biz insanlar fəqət Allah'ın sözündən çıxırıq. Amma yeryüzündə olan hər bir şey ki Allah yaradı, onların hamısı öz işlərini, onlara verilən o ki Allah Teala onlara vəzifə verib, onlara əməl edirlər. Amma odur ki Allah Teala bizdən istəyir, biz eləmirik. Bir insan eləmir onu. Hamı öz vəzifəsini yerinə yetirir. Hər bir şey insandan başqa. Görürsən ay vaxtında doğulur, yəni çıxır, girir. Güneş olsun, güneş doğulur, öz vaxtında girir. Yer kürəsi öz oxu ətrafında fırlanır. Hər bir şey buludlar gəlir, yağış vaxtında yağır. Hətta damcısı belə Allah Teala Qur'an-ı Kərimdə buyurur ki, bir damcı belə mənim iznim olmadan axmır. Amma insanı Allah Teala azad yaradır və istəyir ki, biz özümüz kamilliyə yetişək. Amma biz də istəmirik kamilliyə yetişmək üçün gərək biz Həzrəti Fatimənin həyatını bilək. O düzdür, çətin olar bizim üçün onu bilmək. Çünki mən keçən dəfə də məclisdə qeyd elədim. Allah Teala Qur'an-ı Kərimdə deyir ki, və mə ədraka mə leylətul qədr. Biz bilmərik. Nə olan şeydir qədr gecəsi biz bilmərik ki onu. Həzrəti Fatimə bir qədr gecəsidir. Biz onu tanıya bilmərik. Amma biz çalışsaq Allah Teala bizi səadətə yetirir. Həm bu dünyada, həm ahirət dünyasında. Allah'a and verək İzzət-i Cəlalına sizin vaxtınızı almayayım inşallah. Təbrik edirəm bir daha sizi, hamınızı. Yenə də qəmləndiniz, büssələndiniz. Allah'a and verək İzzət-i Cəlalına bizləri Həzrəti Fatiməyə xatir. Bizi, balalarımızı, evlatlarımızı, ailəmizi, valideynlərimizi doğru düzgün yola hidayət eləsin inşallah. Amin. Və inşallah istəyirəm gözəl ağımızdan bir-iki kubilet şeir deyim inşallah.
İnşallah. Bismillah. Hanımlar hanımı Şahı Zəhradır. Hər iki alemin tacı Zəhradır. Bir bəşər şəklində hur cinadır. Yerlərin, göylərin nuru Zəhradır. Atası Peyğəmbər, sahibi Qur'an, yoldaşı Murtəza, o şir yazdan, Həsənlə Hüseyni, Lu'lu Mərcan, əcəb gözəlliklə doludur Zəhra. Allah elçisinin ciğer güşəsi, beheşt tühəsidir, tuğba meyvəsi, ilahi bülbüldür, yaşar nəğməsi, özü də, sözü də ucaldır Zəhra. Ali Muhammedə salavat. Allahümme salli ala Muhammed. Ali Muhammed. Bir dənə də salavatı